Hamıya salam. Bugün sizə qarğıdanlı cəmi 15 dəqiqəyə pambıq kimi bişirməyin ən böyük sirrini açıram. İnanmırsınız? O zaman bu videonu sonucan izləyin. Hər şeydən əvvəl qazanınızı götürün və içərisinə təmiz su əlavə edin. Suyun miqdarı qarğıdanların üzərini örtəcək qədər olmalı. İndi isə keçirik əsas məsələyə, qarğıdanlarımızı hazırlamağa. Görürsünüz, tam təzə və təravətlidirlər. Onların yaşıq qalıqlarını və liflərini gözəlcə təmizləyirik ki, bişəndə heç nə mane olmasın. Bu proses həm insana çox rahatlıq bəxş edir. Təmizlədiyimiz qarğıdanları rahat bişmək və qazana rahat yerləşməsi üçün ortadan iki yerə bölürük. Və budur, gəldik ən vacib məqama. Suyumuz artıq tam qaynayır. Sirrimiz də məhz bundadır. Qarğıdanlı mütləq qaynayan suya atmaq lazımdır. Soyuq suya yox. Qapağı bağlayırıq və cəmi 15 dəqiqə gözləyirik. Qaynayan suya atıldığı üçün qarğıdalı daxilindəki şəkəri və dadı saxlayır. Həm də çox tez yumşalır. Bəli, bax tamamdır. Görün necə gözəl rəngi alıblar. Sapsarı və dənə-dənə. İndi isə onları ehtiyatla qazandan çıxarırıq. Yenidən masamıza düzürük və təbii ki, isti-isti üzərinə bolca duz səpirik. Qarğıdalı duzsuz olmaz, elə deyilmi? Bir izləyicim deyirdi ki, limon da əlavə edin. Siz bunu sınayın, görün necə alınır. Şərhlərdə yazarsınız. Duz dənəcikləri onun dadını daha da üzə çıxarır. Eyni zamanda limon da. Görün necə sulu, necə yumuşaq. İştah açan görünürlər. Bu üsulla bişirəndə qarğıdalı həm vaxtınızı aparmır, həm də bütün vitaminləri daxilində saxlayır. Saatlarla gözləməyə artıq son qoyun. Yorulmadan. Sadəcə 15 dəqiqə. Pambıq kimi qarğıdalımız hazırdır. Bu ay mütləq bu üsulu yoxlayın. Nəticəni mənə rəylərdə yazın. Videonu bəyənməyi, yaddaşa verməyi, kanala abunə olmayı, eyni zamanda Instagram səhifəmdən hər gün məni izləmək üçün Instagram səhifəmi də follow etməyi unutmayın. Və qarğıdalı sevən dostlarınızla bu videonu paylaşın. Hələlik, yeni videolarda görüşənədək.